Salam. Bugün Kodera yazı işlərindən bir sualın, proqramın quracağıq. Deməli, sualda bizdən soruşur. Daxil edilən n natural ədədindən böyük olan ən kiçik sadə ədədi çap edən proqram Python dilində yaz. Deməli, biz sualı necə baxaq, necə yanaşaq suala? Biz birinci bir natural ədəd daxil eləyək. N bərabərdir int input. Natural ədədimizi daxil elədik. Mən funksiyanı yazacağam. Deməli, sadə ədəd tapacağam, funksiyanı yazacağam. Belə quracağam proqramımı. Birinci n natural ədədi daxil elədim. İndi mən tutaq ki 7 rəqəmi daxil elədim n-ə. N-in üstünə 1 gəlib yoxlamalıyam. Çünki birbaşa belə yoxlasam 7-nin özünü sadə götürüb çapa verəcək. Bizə lazımdır ki, daxil edilmiş natural ədəddən böyük olan ən kiçik natural ədəd. N-in üstünə 1 gəldim. Şərtdə yoxlayıram. While ilə yazacağam. Ön şərtli dövrdən while nə qədər ki sadə funksiyamızı yaradırıq, sadə adında funksiya yaradırıq. Bərabərdirsə false-dursa n-in üstünə 1 gəlsin. N bir vahid artsın. Yəni necə olacaq? Mən yuxarıda yaradacağım funksiyada mən sadə ədədin tapılması qaydasını istifadə edib sadəni tapmağa çalışacağam. Əgər n sadə ədəd deyilsə false qaytaracaq. False qaytaracaq və buradan n plus 1 olacaq. N-i bir vahid artırıb gələcək. Məsələn 6 demişəm. Sadə 6 sadə ədəddirmi deyəcək? Yox. Gələcək sadə n bərabərdirsə false-a, false-dursa bir vahid artır sadə 7-ni yoxlayacaq. Sadə 7 true qaytarsa əgər false-a bərabər deyil axı. Çıxsın çölə, bizdə print deyəcək nə? Nə desin? Söz yazaq, bir şey yazaq. N ədədindən böyük, belə yazaq. Deməli, daxil edilmiş n ədədindən böyük ən kiçik sadə ədəd. N deməyək, çünki n-i burada artırmışıq deyə n desək, ən sonuncu daxil edilmiş ədəddən ən kiçik sadə ədəd. Ən kiçik sadə ədəd olsun n-imiz. Çünki n-imizi artırmışıq deyə n desəm, düzgün giriş n-i olmayacaq. Gələk burada funksiyamızda yaradaq. Funksiyamız, açar sözümüz def, sadə x lokal dəyişənimiz olsun. Gəlsin, yoxlasın. If əgər bir şərt veririk ki, əgər daxil edilmiş n x-dən kiçikdirsə, bizə nə qaytarsın? False qaytarsın. Çünki sadə ədədlər 2-dən kiçik, 2 yeganə ədəddir ki, sadə ədəddir. Yəni yeganə cüt ədəddir ki, sadə ədəddir. Çünki özünə və 1-ə bölünür. False qaytarsın, yəni bizə lazımdır natural ədədlərdə, yəni sadə və mürəkkəb ədədlər natural ədədlərdir. Yəni 2-dən kiçikdirsə, deməli bu sadə deyil. False, return false qaytarsın, return false. Sonra ədədin sadəliyini yoxlamaq üçün dövrdən istifadə edəcəyik. For g in range 2-dən başlasın. Mən əvvəlki proqramlarda izah eləmişəm ədədin sadəliyini hansı qayda ilə tapırıq. Müxtəlif tür tapmaq olar. Burada bir qaydadır. Qısa izah verəcəyəm. Daxil elədiyimiz ədəddən kök alacağıq. Yəni necə işləyəcək bu? İzah edeyim. Mən tutaq ki, biz hansı bir ədədi, 17 ədədini daxil elədik. 17 ədədin sadəliyini yoxlamaq istəyirik. Sadədir yoxsa mürəkkəbdir. 17-dən bir dənə tam kök alırıq. Tam kök aldıq. Neçə düşür? Məsələn, tam kök alsaq 4 düşür. 4 tam neçə olur? Onun tamını götürsək 4.
Məsələn, 2-dən 4-ə qədər ədədlər, 2 və 4 daxil olmaqla 2, 3, 4, 17 bu ədədlər içərisində hər hansı birinə bölünürsə, deməli bu ədəd mürəkkəb ədəddir. Bölünmürsə, deməli bu ədəd sadə ədəddir. Deməli 17 nə 2-yə, nə 3-ə, nə 4-ə bölünmür, deməli bu ədəd sadədir. Bu bir qaydadır. Bundan istifadə eləmək, yəni proqramlaşdırmada bu qaydadan istifadə eləyir bəzi adamlar. Yəni siz də istifadə eləsəz, yəni sadə ədədin sadəliyinin tapılması qaydasıdır, asan qaydadır. Gəlin şərtimizi verək yoxlayaq. Əgər x faiz j bərabərdirsə sıfıra, yəni bölünürsə, deməli bu ədəd nədir? Mürəkkəbdir, bölünürsə. False, false qaytarsın. Return false. Yox, əgər bölünmürsə, yəni dövr bitdi, dövrümüz yoxladı, bölünmür. Bölünmürsə nə qaytarsın? Dövrün sonunda. Return true qaytarsın. Return true qaytarsın. Gəlin görə proqramımızda hər hansı bir səhvlik yoxdurmu? Proqramda while gəldi. Yəni proqramımız necə işləyəcək? Bizdən ədəd daxil eləməyimizi istəyəcək. Həmin ədəd üstünə bir gələcək, çünki daxil elədiyimiz ədəd sadədirsə, elə ilk daxil elədiyimiz ədəd sadədir. Bizə lazımdır ondan böyük ən kiçikdə. Çünki bizə natural ədədindən böyük olan ən kiçik. Yəni 7 sadədirsə, məsələn 7-dən böyük ən kiçik sadə hansıdır? 11 məsələn. 11 çıxartsın, 7-nin özünü çıxartmasın. Çünki n plus 1-dən başlayırıq yoxlamağa. Vay, nə qədər ki sadə n false-dur. Yəni buradan nə qədər ki bizə false qayıdacaq, n-in üstünə 1 gəlsin. Nə vaxt ki true qaytaracaq, yəni bununla bu bir-birinə bərabər olmayacaq, true ilə false bərabər deyil, çıxsın çölə, n-i göndərsin çapa. Gəlin yoxlayaq proqramımızı, görək düz işləyirmi? Məsələn 11 daxil elədim, 11-in özü sadədir. 11-dən böyük ən böyük sadə ədəd hansıdır? Ən kiçik sadə ədəd, ən kiçik sadə ədədimiz elədir 13. Gəlin başqa, məsələn 15 deyək, 17-dir. Bir də yoxlayaq, məsələn 21 deyək, 23.